Amma bir də mənə həmişə maraqlandırırdı. Bu iki cahan deyir də bu. Aha. İki cahan deyəndə bu nəyə nəzərdə tuturdu? İki cahan, doğrudan da iki cahanıq da biz. Bədənimiz var. Aha. Bədənimizin strukturu elədir ki, lap elə hüceyrələr biz, lap elə daxili orqanlarımız, xaricdə görünən orqanlarımız, gözlərimiz, qulaqlarımız, burnumuz, ağzımız, dilimiz, bütün də orqanlarımız. Hamısı üzvü surətdə bir-birinə əlaqədardır. Bir dünyadır. Amma hərəsinin öz ayrıca həyatı var. Burnunun içindəki tüklərlə, burnunun üstündəki tüklər eyni cisim deyil. İnsan bədənində nə qədər tüklər var, hamısı bir-birinə fərqlidir. Hələ adi tüklər. Hüceyrələr də həmçinin. Sümük hüceyrəsi bir başqadır. Fərz elə ki, damarların və yaxud da əzəllərin. Adam dəhşətə gəlir bunu. Allah Teala bunu hansı elmlə yaradıb, necə yaradıb ki, bu orqanların hamısının bir-biri ilə əlaqəsi var. Qan dövranı bunların hamısını təchiz eləyir. Eyni zamanda əlbəttə ki, biz nəfəs almasaq, bunlar hamısı dayanar. Bu bir. Bu bədən dünyası bir dünyadır. Bədən əli öz-özünə deyil ki, ruhla idarə olunur da. Ruhu aləmdə bir başqa dünyadır. Yəni, Nəsimi sözü əslində nəsəmə feilindəndir, ruh mənasını verir. Gözəl. Məsələn, heç kimsə Nəsimi sözünü fəhm edə bilməz. Bu quş dilidir, bunu Süleyman bilir ancaq. Nəsimi sözü iki mənalıdır. Bir Nəsimi sözünün mənası, bir də Nəsiminin şair kimi sözü. İki mənada işlədir. Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz. Başa düşməz ki, bu nədir? Çünki ruh deməkdir axı. Quran-ı Kərimdə də Allah Teala deyir ki, ya Məhəmməd, səndən sorsalar ki, ruh haqqında nə var, nə elm var. Deyinə ki, o elm Allahın qatındadır, Allahın yanındadır o elm. Və insanlara çox az şey öyrədilib bu barədə. Ona görədir ki, heç kimsə Nəsimi sözünü fəhm edə bilməz, başa düşə bilməz ruh nədir. Sonra bu quş dilidir. Quşlar havada uçur, ruhlar da uçur. Bu quş dilidir, bunu Süleyman bilir ancaq. Allah Teala Süleyman Peyğəmbərə heyvanların, quşların dilini öyrətmişdi. Bunlar nə danışırdılarsa, bu Peyğəmbər onun tərcümanı kimi çıxış eləyə bilərdi. Başa düşürdü ki, nə deyirlər. İkinci mənadadır ki, Nəsiminin şeiri simvollarla doludur. O simvolizmi bilməyən adamlar, o rəmzləri aça bilməyən adamlar Nəsimi sözünü anlaya bilməz bir şair kimi. O da bir hürufiliyə gedir də belə baxanda. Hürufili nədir? Hərf var, söz hərfdə. Hərf sözü hansısa bir səsin şəklidir. Düzdür? Bunun cəmi hürufdur, ərəbcə. Hürufizm deyirik bizdə. Əslində, hürufizm özlərinə hürufilər deyirlər də. Nədir? Məğzi nədir? Hərflərə tapınmaq, hərflərə etiqad eləmək, hansı ağıllı adamın işidir? Belə baxanda, qıraqdan bu ağıllı bir iş kimi görünmür. Hərflərə bunlar müqəddəs bir şey kimi baxırlar. İlk baxışdan belə görünür. Amma Nəsimi, onun da ustadı Nəimi belə fikirləşməyiblər. Mexanizmi deyim sizə. Allah Teala'nın yaratdığı ən şərəfli məxluq insandır. Və bütün nə yaradıbsa Allah Teala Quran-ı Kərimdə buyurur ki, insan üçün yarattım, Adəm övladı üçün yaratdım bunları. Hətta təbiət qüvvələrində onlara tabi elədim. Quran-ı Kərimin ayəsidir bu. Yaxşı, ən şərəfli məxluq Adəm övladıdır, insandır. İnsanda nə var? İnsanda bədən var, bir də Allahın Adəm əleyhissalama üfürdüyü və bütün insanlara çatan Allahın ruhu, Allahdan gələn ruh var. Evet. Bu belə.